Salam. Azərbaycan dilindən mövzular üzrə izahlara davam edirik. Bugünkü mövzumuz feil, feildən növ, şəkil və zamanın müəyyən edilməsi. Feilin əsas kateqoriyaları içərisində növ, şəkil, zaman daha çox önəmlidir və bunların araşdırması ilə bağlı nümunələrə baxaq. Birinci feil, görüşdülər. Feildə ümumiyyətlə hər bir kateqoriya şəkilçilərlə bağlı olduğuna görə birinci növbədə biz feili tərkibinə görə təhlil etməliyik. Görüşdülər sözündə gör sözün kökü, üş leksik şəkilçi, dü qrammatik zaman şəkilçisi, lər isə cəm şəkilçisidir. Birinci növ tapırıq. Feilin növünü sözdəki sonuncu leksik şəkilçi bildirir. Əgər bir neçə leksik şəkilçi varsa sonuncu, əgər yoxdursa leksik şəkilçi, deməli feil məlum növdədir. Amma bir varsa elə həmin sözün şəkilçinin özünə baxırıq. Əgər o növ şəkilçisidirsə, deməli feildə məlumdan kənar növ axtaracağıq. Növ şəkilçisi deyilsə, o leksik şəkilçi, onda feil ancaq məlum növdə ola bilər. Burada şəkilçi, leksik şəkilçi üçdür. Üç, bilirik ki, qarşılıq bir gəlik növü yaradır və təsirli feilə qoşulanda qarşılıq, təsirsiz feilə qoşulanda bir gəlik növü yaradır. Işın qoşulduğu görmək feili, gör, nəyi gör, təsirli feildir. Ona görə deməli, iş burada qarşılıq növü yaradır. Feil qarşılıq növdədir. Şəkili sözdəki birinci qrammatik şəkilçi bildirir, inkar şəkilçisi nəzərə alınmadan. Deməli, sözün birinci qrammatik şəkilçisi deyib, əgər birinci qoşulursa sözə zaman şəkilçisi olur, qrammatik şəkilçidən sonra qoşulursa idi hissəcinin ixtisarı olur. Burada birinci olduğuna görə artıq o zaman şəkilçisidir və sözə əgər birinci zaman şəkilçisi qoşulubsa, deməli həmin feil xəbər şəklindədir. Onda feilin şəkli xəbər şəklidir. Və xəbər şəklində olan feil üç zamanda ola bilir. Bunu artıq zaman şəkilçisi özü müəyyən edəcək. Burada keçmiş zaman şəkilçisi işlənib. Deməli, feil keçmiş zamandadır. Şöyle keçmiş zamandadır. Və cəm şəkilçisi ilə onun arasında başqa heç bir şəkilçi yoxdur deyə, deməli, sözdə hissəcik işlənmir. Beləliklə, feil deməli, düzəltmədir, qarşılıq növdədir, xəbər şəklində və keçmiş zamandadır.